BBC-nin 37 yaşlı əri ilə münasibəti var imiş. 37 yaşlı kişi Azərbaycanda nə qədər ki qanunlar bu pedofillərə qarşı yumşaq olacaq, bu pedofillər yaxşı cəza almayacaq, gündə bir 12-13 yaşında uşaqlar hamilə qalacaq. Avropanı bəyənmirsiniz, bəzi rayonlular, Bakını bəyənmirsiniz. Avropada gedib 13 yaşında qızla evlənə bilərsiniz. Bəzilərinə deyirəm, ay pedofillər, evlənə bilərsiniz, sizin cinsi orqanınızı kəsərlər. Avropada qanunlar sərtdir. Uşaq istismarına qarşı, heyvana zülmə qarşı onlar susmur. Heyvanını qoruyan Avropa, adi bir pişiyini, itini qoruyan Avropa, gör indi uşağı necə qoruyur. Gör indi insanına necə dəyər verir. Qız uşağını aldadaraq onunla evlənəcəyini və digər vədlər verərək ona qarşı əxlaqsız hərəkətlər edib. Hətta araşdırmalar zamanı məlum olub ki, o bu hərəkətləri edən zaman onun öz ailəsi və 3 övladı da evdə olub. 37 yaşında pedofil, şərəfsiz. 13 yaşında qızı hamilə qoyub. 13 yaşında qızın ailəsi də onu bağışlayıbdır. Təsəvvür eləyə bilirsiniz?